Bunu qutarıb mən nə işləyə bilərəm? Mamalog, 2C-li oxuyursan. Dalından gələndə gözlərin bu belə. Yer quruluşu və daşınmaz əmlak. Biləcəri yolunda gəmiqarma zavodu var. Get gir işdə. Abi sən bunların ismini niyə düşmürsən? Hil. Bu yollardasan, yenə də bu oxumur. Kompüter elmləri ola bilərdi. Niyə olmadı? Sağ olsun Ramil. Gəldin dayandın orada işıq forun altında yer var. Gedib orada oturub işləyirsən. 681 var. Gərək buna Ramil 3 dəfə girər. Mongolistan Universitetinə gedib girirsən sən bu balın. Qaytar deyər Ramil. Özüm biraz iri hiss eləyər. Deyər mən ingilis dilində oxumaq istəyirəm. Kompüter elmlərində deyir, ingilis dilinə girmək istəyir. Oraya duxu çat. Gedib F16 görmüsən ömrü həyatında. Olacaq Azərbaycan İlahiyyat Universiteti. Qiyab oxuyursan. Gələndən sonra da molla olub TikTokda canlı açırsan. İnformasiya texnologiya 489 bal. Niyə girsin ki Ramil bunlara? Kompüter mühəndisi 414 bal. Heç buna da girmir. Bir də gördünüz dənizin ortasında vlog çək. Və hamınız xoş gəldiniz dostlar, mən Ramazan hocam. Bu günlərim sizlərlə nə edirik? Başdan görmüsünüz, imtahan falan vermişəm, ixtisas seçməliyəm. Mən bunu bacarmadığıma görə nə edirəm? Getdim də mütəxəssisi gətirdim yanıma ki, gəl mənim üçün ixtisas seç. Kameranın üstünə də yağış düşməsə yaxşı olacaq. Heç bir şey. Səhnəni, mikrofonu, kameranı verirəm Zeynallıya. Nə edir eləsin? Buyur. Bəli, hər kəsi mən də salamlayıram. Mən mütəxəssis Türkiyə. Yəqin ki çoxunuz tanıyırsınız. Ramilin verdiyi imtahandan sonra ixtisas seçimi üçün bugün köməklik edəcəm ona. Bəli. Onu deyim ki, çox mükəmməl bal yığmışam. 412 bal. Burada gördünüz blok balında, buraxılış balında yazdım ekrana. Nəysə dostlar, sözü çox uzatmayaq ki, mən bir də keçirəm ora. Siz indi ixtisas ballarını görəcəksiniz. Görək bizim mütəxəssis 100 şagirddən 99-u kəsilib biri müvəffəqiyyətlə qəbul olan emotional damage. Həmin o müvəffəqiyyətlə qəbul olan Zeynallı görək nə edəcək. Bəli. IT elmləri olacaq qardaş. Kompüter mühəndisliyi olacaq. Qardaş biz bura facecam'imizi əlavə eləməmişik. Videonu kəsdim mən burada. Mən deyirəm burada. Mən deyəcəydim ki, facecam'ı niyə əlavə eləmirəm? Mən burada video ekrana var olan webcam. 15 minutes later. Hara soxmusan? Teknologiya deyil, teknologiya. Videonun ortasında buralardan kesitlər olacaq yəqin ki. Mən deyirəm bunlar bizi niyə görmürlər? Alta qoy alta. Biraz da balacalaşdır. Yaxşı yox da. Sən o The next day. yapılandırma hərəkətləri davam eləyir dostlar. Bəli. Burada gözəl. Kompüter mühəndisi olmalıyam. Professional operatör var, informasiya texnologiyaları var, təhlükəsizlik var. Bunlardan birinə düşməliyəm. Bəli. Bu Ramilin istədiyi. İndi mən də birazdan öz tövsiyələrim. Bakı Dövlət Universiteti. Yaxşıdırmı Ramil? Yəni pis deyil. Pis deyil hələ. Baxaq, gəlirik aşağı burdan. Gözəl burada gözəl məsələn ixtisaslar var. Torpaqşünaslıq, aqrokimya. Bu məsələn mənim Ramillə videodan əvvəl fikirləşdiyim Ramil üçün ən gözəl ixtisas seçimi burada. Bəli, bir dəqiqə sizə göstərəcəm. Hara etdi bu? Yağış düşdü, nə oldu? Sən qıraqdan scroll ondart. Sərəyləyir. 12 seconds later. Aha, bəli. Yer quruluşu və daşınmaz əmlak. There's no way. Gözəl. Özdə kadastr. 295 bal yerdə göydə girir, bəli əziz dostlar. Və dirəksə stipendiya zad da ala bilər. Yer quruluşu və daşınmaz əmlak. Görün nə gözəl. Çox gözəl bir ixtisas. Bəli, buradan Ramilin dediklərinə, informasiya təhlükəsizliyinə gəlib baxsaq 542 bal. Burada atla eşeğə qədər fərq var. Kompüter elmləri 530. İngilis dili. İngilis dili bilir bu bədbəxt. Kompüter elmləri. Kompüter elmləri ola bilərdi. Niyə olmadı? Sağ olsun Ramil. Bəli. Buradan davam. Azərbaycan Dövlət Neft və Sənaye adın su. Bəli, gözəl. Kompüter elmləri 476. Gör nə gözəldir.
Sonra da Çox gözəldir. kompüter elmləri tədris incəsinə 567 bal. Görünən gözəl. 5-6 çox mükəmməl rəqəmdir, amma qəbul eləmirik, nə edək? İnformasiya texnologiyaları 501. İngilis dilində olanda 562. Görünən gözəl. Abi sən bunların ismini niyə düşmürsən? Hil. Bu yollardasan, yenə də bu oxumursan. Başı qarışıb YouTube'a belə videolardan qalıb belə. Bəli, bura keçirik, buralar, heç bunlar lazım deyil bizə. Azərbaycan Texnik Universiteti. Texnik Universitetdə belə kompüter elmləri tədris incəsinə 526 baldır. Bu qardaş niyə düşmür? Sağ olsun. Kompüter elmləri əyani 408 balda var. Böyük ehtimal Balı bir 20 bal qalxacaq, onu da düşəməyəcəm mən. ikinci imtahanı verincə bal qalxacaq, bu onu da verə bilir. Həyat fəaliyyətinin təhlükəsizliyi. Əyani 200 bal keçid, 219, 220 hardasa pulsuz. Görünən gözəl. Baxın da əziz Bunu izləyicilər. qutarıb mən nə işləyə bilərəm? Həyat fəaliyyətinin bunu qutarıb sən yaxşı işləyə bilərsən. Yol işçisi, həyat Aha. fəaliyyətinin cəmaətin təhlükəsi. Mamalog, Ona fakültədir. gözəl fakültələrdir bunlar. Bəli, informasiya texnologiyaları 548. Ona görə bunları burada gördüyümüzə görə mən bir tez anda buraları keçim mən buradan. Özümü də ələ alım. Informasiya texnologiyaları 377 bal. Ramil gözəl bir şəkildə gedir ora girə bilir, inşa eləyir, yıxır, tökür, bütün universitetin başından ayağından girib baxır da bu informasiya texnologiyalarını bu burada oxuya bilir. Amma qaytar deyər Ramil, özüm biraz iri hiss eləyər, deyər mən ingilis dilində oxumaq istəyirəm. O manat dollar məsələsidir. 458 bal. Manat yox, dollar. Bu gözəl şəkildə pullusuna düşür. Görünən gözəl düşür. İnformasiya təhlükəsizliyi 415 bal. Yəni Azərbaycan Memarlıq və İnşaat Universitetində sən gözəl şəkildə oxuya bilərsən. Ancaq bayaq da dediyim kimi sənə mənim ən böyük belə bir mütəxəssis olaraq sənə tərcih üçün deyəcəyim ən yaxşı ixtisas seçimi yer quruluşu və daşınmaz əmlak qiyabi. Əyan yox, qiyabi. Niyə? Çünki əziz izləyicilər sizə başa salım, hal-hazırda YouTube-la məşğul olduğuna görə oturduğu yerdən YouTube-la məşğul olacaq. Bir yandan da yer quruluşu və daşınmaz əmlak işləyir. Özdə katastrdır. Özdə kadastr. Baxın bu göyərdim burada bax, kadastr. Görün nə gözəl. Azərbaycan Dövlət Pedaqoji. Buranı keçirəm. Şamsı müəllimlikdir. Məndən niyə müəllim olmaz? Niyə müəllimiz uşaqları YouTube eləyib göndərir. Azərbaycan Dövlət İqtisad Universiteti. Kompüter elmləri 581 var. Gör nə gözəl yazıblar. Görürsən 581 də yox, 583 bal. Ramil. İnformasiya təhlükəsizliyi IT 609 bal. İngilis dilində təhsil 640 bal. Bəli. Gözəl. Kompüter mühəndisliyi 569 bal. İngilis dilində 622 bal. Ballara bax Ramil. İnformasiya texnologiyaları oxumaq istəyirdi Ramil və gözəl bir universitet olaraq Azərbaycan Dövlət İqtisad Universiteti mən ona şəxsən tərcih üçün yaza bilərəm. Eyni zamanda burada hansı seçimi desək, Ramilin də öz istəyi üzərinə Ramil informasiya texnologiyalarını istəyir. Və informasiya texnologiyaları olaraq burada baba informasiya texnologiyaları Zaqatala filialı əyan 249 bal. Görün nə gözəl. Gedir Zaqatalanı da həm gəzmiş olur, həm də informasiya texnologiya. Bundan yaxşı söz. Yazın da əziz izləyicilər. Baxın, mən bir alim olaraq Bakı Mühəndislik Universiteti. Kompüter elmləri 394 bal. Gözəl şəkildə, rahat şəkildə girə bilir. Ancaq kompüter elmlərində deyil, ingilis dilinə girmək istəyir. Oraya duxu çatmır. Aha, data analitikası. Burada çatmır. Vay. Bəli, buradan aşağı gələk. İnformasiya təhlükəsizliyi 488, informasiya texnologiyaları 415. Buna belə düşmür yəni. 3 balla qaçırıram, biraz da ballar artacaq. Allah mərhəmət elədi. İnformasiya texnologiyaları tədris ingilis dilində əyanı 521 var. Görün nə gözəl yazıblar əziz izləyicilər. Bunlardan yararlanmaq lazımdır, oxumaq lazımdır. Bəli, buraları keçirik. Və Ramilə digər bir mənim məsləhətim belə olar ki,
yaşadığımız ərazidə Şamaxı olaraq şərabçılıq qiyabi 209 bal. Arada sən gedib bu Nəsiminin üzüm bağlarını biraz fırlanarsan, qiyabi şəkildə, gözəl bir şəkildə oxuya biləcəyin bir ixtisasdır. Gördüyün kimi. Şərabçılıq qiyabi 209 bal. Yəni birinci imtahanı ilə polunu girirdi. Lazım deyildi heç ikinciyə girmək. Bəli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası. Bunları mən biraz tez keçmək istəyirəm. Çünki burada AUD Universiteti zadı var. Ramil bunları görəndə qorxur. Bunlar biraz tez keçirəm. Niyə? Məsələn, burada riyaziyyat tədris ingilisinin 640 bal. Məsələn, riyaziyyat. Gəl oxu ol müəllim. Necədir sənin? 640 balın. Qəşəng. Bəli. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Aha, burada memarlıq var. 401 balla. Bunun indi pullusu yazılmayıb, keçid 400. Amma burada bunu saxlayıb Dövlət Rəssamlıq Akademiyasında memarlıq 282, pullusu isə 295 balda pulsuz o. Niyə gedib girməməlisən? Niyə oxumamalısın? Əldə şans var. İnsan oxumur. İnformasiya texnologiya 489 bal. Niyə girsin ki Ramil bunlara? Kompüter mühəndisi 414 bal. Heç buna da girmir. 1-2 balla sağ olsun əla. Get logistikaya. Oxur. Azərbaycan Dövlət Dəniz Akademiyası. Bir də gördünüz dənizin ortasında vlog çək. Amma Ramilə mənim əsas buradan da bir məsləhətim odur ki, gedib dənizin ortasında zətdə da vlog çəkə bilərsən. Gəmi qarma və gəmi təmiri. Biləcəri yolunda gəmi qarma zavodu var. Get gir işdə. Arada dənizə zada açıl. Christopher Column kimi gəmilərdə. Ey Allahım. Kompüter elmləri 672 bal. Gör nə gözəl rəqəmdir Ramil. Bəli, Ramil gərək 200 dalbadal imtahana girə. Ballarını toplayalar. Dalından bir dənə də apelyasiya verə. Oradan da biraz bal versələr Ramil bu ixtisasa polnu girir. Bu ixtisasa Ramil polnu girir. Niyə girməməlidir bilinmir. Sonra informasiya təhlükəsizliyi əyani İngilis 681 var. Gərək buna Ramil 3 dəfə girə. 3 dəfə dalbadal verə, bir dəfə əskəriyə gedə gələ, dalından əskərlikdə də biraz bal yığa, dalından gələ girə. Məsələn, kompüter mühəndisi tədris 610 var. Gör nə gözəl. Bunda bir yarım girə gərək. Neft qaz mühəndisliyi bu sənlik deyil. Patladı beləyər. Aha. İnformasiya təhlükəsizliyi 492 var. Gör nə gözəl. Niyə yığmamalıydın? Bir dəqiqə Ali Neft Universitetində oxuyurdun. Belə iş. Qarabağ Universiteti. Görün nə gözəl. Burada gəlir. Tank sürəcəm mən orada. Bir dəqiqə. Kompüter mühəndisliyi 260. Görün nə gözəl. Təzədən gəlir. Gəl. Bəli, mütəxəssis. Gördüyünüz kimi çox məşğul bir adam olduğuma görə dəqiqə başı çağırışlar gəlir. Bəli, Qarabağ Universiteti bayaqlar dediyim kimi Qarabağ Universiteti. Niyə oxumamalısan ki? Kompüter mühəndisliyi niyə oxumusan? 262 bal. Ramil polunu düşür. Niyə düşmür? Oxumur amma. Niyə? Gedib orada bir var Bakı Ali Neft Universitetində gedib oxuyasan. Qapıda Rolls-Royce-la Range Rover dayanır. Bir var Qarabağ Universitetində oxuyasan. F-16 ilə tank dayanır. Yəni bunlar belə işlər var. Niyə oxumasın gedib F-16 görmüsən ömrü həyatında? Get gör də. Naxçıvan Dövlət Universiteti. Samolyota minəcəksən, Naxçıvanı gəzəcəksən, informasiya texnologiya qaydası. Necədir? Bax mən mütəxəssis olaraq axırıncı dəfə 100 qəbulundan 99-u kəsilib, bilirsən Azərbaycan İlahiyyat Universitetində mollalığa qəbul olub, pulluyam. 1% də nəzərə tutsaq, 100 dənə 1% üst-üstə qoysaq, mən 100% dərəcələrdə. Onda 100 min uşaq kəsilə. Gərək 100 mini kəsilib. Bəli, bayaqlar dediyim kimi mənim 100 qəbulumdan 99-u kəsilib, birincisi isə Azərbaycan İlahiyyat Universitetində mollalığa qəbul olub və o da pulluya. Yəni 100% də olsa, 100 dənəsini üst-üstə qoyanda mən 100% qəbul nəticəsinə malik bir şəxsəm. Qəbul etməkdə, seçim etməkdə çətinlik olanlar xahiş edirəm. Ramil yəqin ki aşağı mənim məlumatlarımı qoyar, oradan mənə yaxınlaşa bilərlər. Bəli. Oradan mənə yaza bilər. Aşağı yənisin. Azərbaycan Dövlət Aqrar Universiteti. Gəncə şəhəri. Luboy traktorun çıxışını sən görəcəksən. Bax, torpaqşünaslıq 209 bal. Torpaqşünaslığı oxuyub gəlib yaxşı əkinçi ola bilərsən. Səfa deyilsin.
Gəlib yaxşı ixtisaslı diplomlu həkinçi. Digərlərindən nə fərqin var deyəndə denən ki, həkinçi. Bunu mən Ramil 3-cü dəfə deyirəm, daşınmaz əmlak kadastrı. Burada balı yuxarıdır, yəqin keyfiyyətlidir burada. Gəncədə də oxuya bilərsən. Get daşınmaz əmlak oxudun, gəldin dayandın orada işıqforun altında yer var. Gedib orada oturub işləyirsən 2 kvadrat metr. İşıqforun Gözəl. kameranın altında. Təhlükəsizlik 420. Bunu da düşünmürəm amma mən nə Buna da varmışam. düşmür. Yəni o dərəcədə maraqlı potensial olmuyor. Bakı qızı bu etsənliyi deyil. Əli Ramilə daha bir ixtisas Qərbi Kasp Universiteti meşəçilik. Əgər Ramil soruşur ki, bundan nə olur? Ramil soruşur bundan nə ola bilər? Bundan mən nə ola bilərəm? Əyanədə nə ola bilərəm? Qiyabda nə ola bilərəm? Əyanidə yaxşı məsələn gəlib bağ qoruyucusu. Qiyabdə isə yaxşı gəlib məsələn sən meşəbəyi ola bilərsən. Plus YouTuber. Çünki qiyab oxumuşam evdə məşğul. Meşədən belə yaxşı videolar çəkə bilərsən. Meşədə həyatda qalmaq, çayın qırağında, dənizin qırağında gözəl şəkildə həm video bəli görürsün. Meşəbəy yanında termos daşıyan var, o fakültə mən onu çox Bəli, maraqlanıram. burada mən daha bir fakültə burada yazılmayıb. Monqolistan Universiteti. Orada oxuyub Monqolistan Universiteti. Monqolistan Universitetinə gedib gidirsən sən bu balın. Valla gedib son ancaq Monqolistan Universitetinə çıxarsan. Bu niyə işləmir? İşləri harası? Gedib bu balla gedib Monqolistan Universiteti. Aha, mənim bura bir əlavə burada yazılmayıb. Burada Monqolistan Universiteti. İxtisasın da adını deyirəm. Monqollar yanında balıq ovundakı qranın tutulması akademiyası. 2C ilə oxuyursan, dalından gələndə gözlərin bax belə. Gözəl. Mükəmməl. Bəli, burada mənim sənə daha biri burada məsləhətim olacaq. Azərbaycan İlahiyyat Universiteti. Qiyab oxuyursan, gələndən sonra da molla olub TikTokda canlı açırsan. Hər dua bir YouTube. Gözəl məncə biznes. Qəşəngdir. Mənim Ramilə məsləhətlərim bunlar idi. Hər Fatihə 20 gül. Bir dənə şirə bütün nəsli üçün Fatihə oxuya bilər. Bizdə niyə 2 dənə var burada? Evet dostlar, bir videonun daha sonuna gəldik. Türkiyə bizi üçün çox sağ olsun. Qəşəng fakültələr seçdi. Xüsusən o Meşəbəy Monqolistanda rahat işləyir. 2 il oxuyursan nə var ya orada. Bir də molla da pis olmur. Prosta orada belə söyüş götürmək məsələsi vardı. Bu yaşdan yaxşıdır. Biraz gülməli videolandırmağa çalışdıq. Belə videolar inşallah davam gəldi. Sizə video fikirlərinizi yorumlara yazmağı unutmayın. Türkiyənin kanalında bura qoymuşam, öz kanalımda qoymuşam. Abunə olmağı unutmayın. Sağ olun. Salamat qalın.